Şəkər xəstəliyi, tibbi adı, insan orqanizmində qan şəkərinin qlukozanın səviyyəsinin normadan artıq olması ilə xarakterizə olunan xroniki metabolik bir xəstəlikdir. İki əsas növü var: tip 1 diabet və tip 2 diabet. 1. Tip 1 diabet. Adətən uşaq və gənc yaşlarda yaranır. İmmunitet sistemi mədə-altı vəzinin insulin istehsal edən hüceyrələrini məhv edir. Bədən insulin istehsal edə bilmir. Mütləq insulin inyeksiyası tələb olunur. 2. Tip 2 diabet. Daha çox orta və yaşlı insanlara müşahidə olunur. Bədən hüceyrələri insulini düzgün istifadə edə bilmir. İnsulinə qarşı müqavimət yaranır. Əvvəlcə orqanizm insulin istehsal etsə də, zamanla bu kifayət etmir. Pəhriz, fiziki aktivlik, bəzi hallarda dərmanlar və ya insulin lazımdır. Yaranma səbəbləri: genetik meyillilik, pis qidalanma, şirin və yüksək kalorili qidalar, piyələnmə, az hərəkətlilik, stres, autoimmun pozuntular, xüsusilə tip 1 üçün. Əlamətləri: tez-tez sidiyə getmək, həddindən artıq susuzluq, arıqlanma, yorğunluq, yaraların gec sağalması, dəri qaşınması,